qabaqcadan təyin olunsa, yəni elmi cəhətdən, baxmayaraq şəri cəhətdən müvafiq olmasa da, və lakin o cəmaatı birliyin qorumaq üçün yenə öz ölkənlə getkinə. Və buna görə ki, cəmaat bir olsun, bölünməsin, çünki bölünmək yaxşı əlamət deyil. Yaxşı əlamət deyil. Ola bilər, sən başqa rəydə olasan. Ola bilər. Ona görə sahabələrdən biri Məkkəyə gələndə tam qılmırdı. Səfər olduğuna görə caiz görmürdü. Həmişə qısaldırdı namazı. Lakin Məkkəyə gələndə qıldı. Tam qıldı və onu soruşdular ki, bəs sən o birisi rəy deydin axı. O bir dənə gözəl söz dedi, ixtilaf şərdir. Yəni, ixtilaf şərdir. İxtilafda xeyri yoxdur. İxtilaf yaxşı nəticə gətirmir. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daim ala a'daihim ecma'in. Mübarək Ramazan bayramı münasibəti ilə bütün müsəlmanları təbrik edirik. Allah Azza və Cəllə ibadət və itaətlərimizi ali dərəcədə qəbul eləsin və inşallah gələn Ramazanlar bizə nəsib eləsin. Vəhabilərdən birinin, cahil bir vəhabinin videosu qabağıma çıxdı. Cəhalətdən nə gəldi danışır və 300-dən çox cahil də buna bəyənmə qoyub. Başda gedən bu cür cahildirsə, təbii ki, ona qulaq asanlar da elə ondan betər cahil olacaqlar. Deməli, bu nə deyir? Deyir ki, ola bilər şəri cəhətdən düz olmasa da, sən öz ölkəndən get, ixtilaf olmasın. Yəni, məsələn, sənə sabit deyil ki, bayramdır, amma ölkəndə bayram eləyirlər. Sənə sabit olmasa da, bəli, sən ixtilaf salma və bayram kimi həmin günü qeyd elə. La ilahe illallah. Gör insanlara nələri aşılayırlar. Şəriət qalıb kənarda, ixtilaf olmasın deyə vətənində necə eləyiblər, sən də elə insanları bunu öyrədirlər. Bəs hanı sizin biz şəriəti, biz dəlillərə baxırıq, şəriəti götürürük, şəriətimizi Quran və sünnədən götürürük. Harada bu yalanlarımız? İkinci məsələ, axı siz vəhabilər 80 yerə parçalanmışsınız. Sən özün şəxsən gündə birinin qeybətini eləyib çəkib YouTube'a qoyursan, utanmaz da deyirsən ki, bidətçi haqqında danışmaq qeybət deyil. Bəs niyə o ixtilafları yığışdırmırsınız? Necə olur ki, hamınız da vəhabisizdir, hamınız da bir əqidən, bir yolun yolcususunuz, 80 yerə parçalanmışsınız. Sənin əleyhivə danışırlar, sən onların əleyhinə danışırsan. Bir-birini görən gözünüz yoxdur. Bəs bu ixtilafı niyə yığışdırmırsınız əgər söhbət ixtilafdan gedirsə? Və sonra deyir ki, bir sahabə səfərdə qəsr qılırdı, 4 rəkət namazları 2 rəkət qılırdı və gəldi Minada, gəldi Məkkədə 4 rəkət qıldı. Dedilər, niyə sən belə qıldın? Axı, sən rəyin başqa cürüdür. Dedi ki, xilafda şər var, xilaf şərdir. Sən rivayəti olduğu kimi oxucudan. Niyə gizlədirsən rivayəti? Kəsib doğrayıblar orada, düzüb qoşublar güya insanlara bu dərs öyrədir. Bəli, həmin hadisə necə olub? Həmin hadisə bunların bidətçi xəlifəsi Osmandan baş verib. Dorar.net saytına müraciət edirik. Deyir ki, Ənə Uthmanə sallə biminə ərbən. Osman Minada 4 rəkət qılıb namazı. 2 rəkət qılmaq əvəzinə qəsr 4 rəkət qılıb. Fəqalə Abdullah ibn Məs'ud, Allah ibn Məs'ud rəhməhullah ona deyib ki, munkirən aleyhi, bunu inkar eləyib, pis, xoşuna gəlməyib. Ona deyib ki, salleytu ma'an nəbiyyə sallallahu aleyhi və səlləm rəkətəyni və ma'a Əbi Bəkrin rəkətəyni və ma'a Umara rəkətəyni və ma'a Uthmanə sadran min imarətihi. Deyir, mən Peyğəmbərlə 2 rəkət qılmışam. Əbu Bəkirlə 2 rəkət qılmışam. Ömərlə 2 rəkət qılmışam. Hətta Osmanın xəlifəliyinin, rəhbərliyinin ilk illərində 2 rəkət qılmışam. Thumma ətəmməhə. Sonra Osman bunu 4 rəkət qılıb. Thumma təfərrəqət bikumut turuq. Deyir, sonra ixtilaf sizinlə yollar parçalandı. Yəni, yarısınız bütöv qıldı, yarı qəsr qıldı. Sonra bunu deyəndən sonra deyir, Thumma innə ibn Məs'udin sallə ərbən fəqilə ləhu. Allah ibn Məs'ud da 4 rəkət qıldı. Ona dedilər, Əybtə alə Uthmanə thumma salleyt ərbən. Sən Osmana eyb tutdun və özün də 4 rəkət qıldın. Qalə əl-xilafu şərrun. Xilaf şərdir. Əslində, xilafı Osman eləyib. Çünki sahabi şəhadət verir ki, Peyğəmbərlə Əbu Bəkirlə Ömər də hətta Osmanın dövründə biz 2 rəkət qılırdıq. Deməli, ixtilafı kim saldı? Müxalifəçi kim elədi? Osman. Deməli, şər sözü Osmana yapışır. Osmanın bidətidir bu.
Bu harda gəlib Əs-Silsilətü Sahihə kitabında Əlbani Vəhabi şeyxi gətirib deyir İsnaduhu sahihun 1-ci cild 444-cü səhifə. Həmçinin Müslim gətirib 695-ci rivayət. Buxari gətirib 1084-cü rivayət. Bu Osmanın bidətidir və bu ki deyir əl-xilafu şərrun, xilaf etmək şərdir, onda nəuzubillah belə çıxır ki, bunlara görə 4-cü xəlifələri Əhl-i-Beytin olan İmam Əli əleyhissalam nəuzubillah şərr olub. Baxın, Dorar.net saytına müraciət edirik. Müslimdən bir rivayət oxuyuram, 1223 rəqəmli rivayətdir. Buxarıda da 1563 rəqəmli rivayətdir. Buxarı və Müslimdə bunlar daha səhihdir. Və o rivayəti ki, həm Buxarı gətirib, həm Müslim gətirib sihhətin zirvəsindədir. Yəni səhihliyinə heç bir şübhə yoxdur. Deyir ki, Mərvandan nəql olunur, deyir şəhiddu Osman və Aliyyən. Osman və Əlini gördüm, aleyhissalam. Və Osmanu yənhə anil mut'a. Osman həc mutəsini qadağan edirdi. Fələmmə ra'a Aliyyun əhəllə bihima ləbbeykə bi umrətin və həccə. Deyir ki, Əli bunu görəndə Osmanın ziddinə getdi və ləbbeyk umrə və həcc üçün ləbbeyk dedi. Sonra Osman'a deyir ki, mə kuntu li ədə'ə sünnətən nəbiyyi sallallahu aleyhi və səlləm li qavli əhədin. Mən heç bir kəsin sözünə görə Peyğəmbər sünnəsini tərk eləmərəm. İmam Əli əleyhissalam deyir. Deməli, Osman sünnəni tərk eləyib. İmam deyir ki, mən heç kimə görə sünnəni tərk eləmərəm. Sən nə deyirsən buna? Başqa vaxt biz Əhl-i-Beytin yolundan gedirik. Niyə İmam Əlinin əleyhissalam elədiyi işi görmürsən? Deyirsən ki, şərdir, ixtilaf salmaq şərdir. Həmçində ona oxşar hadisə, hədis Müslimdə 1223 rəqəm rivayətdir. Orada deyir ki, İmam Əli əleyhissalam Osmanla birlikdə Osfan adlı bir yerdə idilər. Osman mutəni qadağan edirdi, yaxud umrəni qadağan edirdi. İmam Əli əleyhissalam ona deyir ki, sən Peyğəmbərin etdiyi işdən nə istəyirsən? Qadağan edirsən onu. Osman deyir ki, boşla gələn bunu deyir. Mən inni la astati'u an ada'aka. Mən səni boşlaya bilmərəm buna görə. Və başlayır onun ziddin olaraq Peyğəmbərin sünnəsinə İmam Əli əleyhissalam əməl edir. Baxın, şərri Osman çıxartdı orada. Başqa sahabənin adından yalan uydurmuşsunuz ki, o da onun şərrinə tabi oldu. Halbuki xilafı düzəltmək lazımdır. Şəriətin xilafında olan bir şeyi düzəltmək lazımdır. Nəinki həmin xilafa sən də qoşulasan və onun etdiyi kimi şəriətə, sünnəyə xilaf iş görəsən. Velhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin.